Hamıya salam. Bugün Peacemaker serialı haqqında danışacağıq. Peacemaker serialını bilməyənlər üçün qısaca deyim ki, HBO Max tərəfindən yayımlanıb və hazırda 2 sezonu çəkilmişdir. Qara yumoru, aksiyonu və yer-yer dramatik səhnələri ilə qısa zamanda böyük populyarlıq qazanmışdır. Hətta DC dünyasının Deadpool-u desək yanılmarıq. Bu xarakteri ilk dəfə 2021-ci ildə çıxan Suicide Squad filmində qarşımıza çıxmışdı. Burada bir şeyi nəzərinizə çatdırım ki, bu film 2016-cı ildə çıxmış Suicide Squad filmi deyil. 2016-cı ilin versiyası həm tənqidçilər, həm də izləyicilər tərəfindən çox bəyənilməmişdir. 2016 versiyasında yalnız Harley Quinn obrazını canlandıran Margot Robbie diqqət çəkmişdir. Məhz buna görə də James Gunn 2021 versiyasında yalnız Margot Robbie-ni saxlayıb qalan bütün heyəti tamamilə dəyişdirərək yeni bir Suicide Squad filmi çəkmişdir. Peacemaker isə ilk dəfə həmin filmdə canlı olaraq qarşımıza çıxmışdır. Ondan əvvəl yalnız komikslərdə mövcud olmuş bir xarakterdir. Peacemaker xarakteri 1966-cı ildə Charlotte komiks tərəfindən yaradılıb. Yaradıcısı yazarı Joe Gildir və rəssamı Pat Bayetdir. Yəni ola bilər düzgün tələffüzlər etməyim, amma yəni belədir məncə tələffüzləri. 1980-cı illərdə DC Charlotte'un bir çox personajını satın almışdı və Peacemaker'ı beləliklə DC kainatına daxil etmişdi. DC uzun illər Deadpool tipli bir boşluğu doldura bilmirdi və Peacemaker bunun üçün ilk ciddi addımlarından biri olmuşdu. Amma bu potensialı biz yalnız 2022-ci ilin serialı ilə görürük. Hətta filmdə belə bunu tam hiss etmək olmur. 2020-ci ilin Suicide Squad filmindəki Peacemaker obrazı çoxları kimi mən də ilk baxışda bəyənməmişdim. Çünki orada gördüyümüz versiyada sülh naminə günahsız insanları belə öldürməyə hazır olan ekstremist düşüncəli bir manyak idi. Filmin sonunda öldürüldüyünü gördükdə bir çoxumuz nə yaxşı oldu belə demişdir. Amma seriala başlayanda isə ilk sənəsində sağ qaldığını məlum olur. Maraqlısı fakt odur ki, 2021 versiyası tənqidçilər tərəfindən çox sevilsə də, kassada uğurlu olmamışdır. 2016 Suicide Squad filmi 750 milyon gəlir əldə etmişdi. Amma 2021-ci ilin filmi isə cəmi cümlə 186 milyon bütçə ilə 168 milyon gəlir əldə etmişdir. Bu da yəni kassada zərər etmişdir. Bunun əsas səbəbi isə təbii ki, birinci Covid-dir, ikinci isə HBO Max abunəçilər üçün eyni gün onlayna yayımlandığına görə insanlar kinoteatra getmədi. Bu da ikinci filmin çəkilməsini əngəlləmişdir. Amma qəribə bir şey oldu ki, ən az sevilən personajlardan biri olmasına baxmayaraq James Gunn məhz Peacemaker'ın üzərində serial çəkməyə qərar verdi. Bəlkə də James Gunn'ın vizyonu ilə əlaqəli bir şeydir. Çünki o 70, 80, 90-cı illərin musiqisini, atmosferini və xarakterlərini sevən bir rejissordur və bütün işlərdə bu dövrün musiqi və atmosferinə xüsusi yer verir. James Gunn'ı tanımayanlar üçün deyim, o Marvel'in Guardians of the Galaxy trilogiyasının yaradıcısıdır və hazırda DC evreninin sıfırdan yeniləyərək Marvel'ın Avengers modeli kimi böyük birləşmiş bir kainatını qurmağa çalışır. İzləyicilərin narazılığına baxmayaraq Henry Cavill'ı dəyişdirərək yeni bir Superman filmi çəkmişdir. Artıq bu yeni Superman filmi təqdim olunub və böyük uğur əldə edib. Düzdür, hələ də yeni aktyoru bəyənməyənlər var, amma əsas odur ki, film 616 milyon dollar gəlir gətirir. Kommersiya baxımından uğurlu olmuşdur. Peacemaker serialı Superman qədər olmasa da yayımlandığı dövrdə izləyicilər tərəfindən çox sevilir və özünə məxsus üslubu ilə böyük uğur əldə etmişdir. Eşitmişdim ki, Peacemaker serialı çox sevilib, amma heç düşünməzdim ki, özüm də bu qədər bəyənəcəm. Hətta deyərdim ki, DC evrenində Batman'dan sonra ən çox sevdiyim ikinci xarakterinə çevrilmişdir. Serial haqqında spoiler vermədən qısaca danışım. Bu arada Peacemaker türkçə dubləş edilərkən barışçı deyə səslənir. Mən də çalışdığım qədər barışçı deyəcəm. Hadisələr Suicide Squad filminin sonrasında davam edir. Xeyli müddət xəstəxanada yatan barışçı artıq sağalıb və buradan çıxmaq qərarı verir. Onun tək bir qorxusu var ki, Amanda Waller tərəfindən yenidən nəzarət altına alınmaqdır. Amanda Waller isə Suicide Squad filmindəki intihar timinin layihəsini yaradan və boyunlarına çip yerləşdirərək onları ölüm təhlükəsi ilə idarə edən soyuqqanlı və amansız kəşfiyyatçılardan biridir. Barışçı izlənmədiyindən əmin olub xəstəxananı tərk etsə də vəziyyətin onu düşündüyü kimi olmadığını çox tez anlayır. Karavanına qayıdan Christopher Smith, yəni barışçı, burada ikizlənmiş agentlər tərəfindən təkrar ələ keçirilir. Ona deyilir ki, ya yenidən Amanda Waller üçün işləyəcəksən, ya da keçmiş günahlarına görə həbs ediləcək. Üstəlik də boynundakı partlayıcı çipində hələ də aktiv olduğu bildirilir. Barışçı yeni bir komandaya daxil edilir. O, buradakı insanların vaxtilə Amanda ilə problem yaşamış, gözdən düşmüş, düşünülməyən şəxslərdən ibarət olduğunu görəndə başa düşür ki, bu yeni bir intihar timidir. Yalnız bir fərqlə bu dəfə qurban kimi seçilmiş əsas yem barışçının özüdür. Komandanın əsas vəzifəsi kəpənəklərin adlanan, insanların bədəninə girərək idarə edən insanüstü qabiliyyətləri olan yad planetləri tapmaq və məhv etməkdir. Bu varlıqlar sadə adamlar deyil, yüksək vəzifəli şəxslərin, hətta prezidentlərin belə bədənlərinə keçə biləcəyin qədər təhlükəlidirlər. Serial ilk başlarda bir-birlərinə nifrət edən, güvənməyən, dağınıq və uyğunsuz xarakterlərlə zamanla yaxınlaşmasını, bir-birlərini anlamağa başlamasını görürük. Bu inkişaf həm yumorla, həm də gözlənilməz dramatik səhnələrlə balanslı şəkildə verilir. Düzü barışçı kimi bir serialın həm güldürəcəyini, həm də bu qədər emosional tərəfini göstərəcəyini gözləməzdim. Təkcə barışçı deyil, digər
obrazlar da çox gözəl işlənir. Məsəl üçün tam dəli cəllad olan infaçının çılğınlığı, ya da Judo Master'ın aqressivliyi, Emilia Harcourt'un Barışcanın bir-birinə didişməsi, Kanamosun depressivliyi, Adebayo'nun səmimiliyi və komanda daxilindəki rolu və əlbəttə hamının sevdiyi evcil qartal Cartinin o qədər səmimi və gözəl animasiya olunub göstərilməsi həqiqətən də möhtəşəmdir. Sözün əsl mənasında siz o qartalın fanatı olacaqsınız. John Cena'nın aktyorluğu isə möhtəşəmdir. John Cena'nın o boyda fiziki böyüklüyünə rəğmən o cür döyüş aksiyon səhnələrində istifadə olunması, görünməsi həqiqətən mükəmməldir. Serialın ilk sezonunda DC evreninin dağılması, reboot dövrünə keçməsi açıq-aşkar hiss olunur. Məsələn, Aquaman haqqında tez-tez zarafatlar edilir, hətta bir bölümdən sonunda. Onu da görürük. Superman də düzü göstərilir, amma üzü qaranlıq şəkildə. Çünki artıq Henry Cavill'la DC evrəni yollarına ayrılmışdır. Barışçı serialını The Boys-a biraz oxşadıram, amma sizin düşündüyünüz kimi yox, daha sərt şəkildə yox. Sadəcə super qəhrəmanların səhv edildiyini, vicdanlarının olduğunu, bəzi insan kimi davranıb, insan kimi yanıldıqlarını görmək baxımından oxşardılar. Yəni bu evrəndə heç kim tam günahsız deyil. İkinci sezon da yaxşıdır, amma biraz dramatik tona keçdikləri üçün ilk sezon qədər gülməli gəlməyə bilər. Mən ilk sezonda dəfələrlə qırıla-qırıla gülmüşdüm. İkinci sezonda isə bu sayı azalmışdı. Həmçinin ikinci sezonda artıq DC-də reboot proseslərinin də başladığını açıq şəkildə görürük. Məsələn, Barışçının yeni Superman-dəki Green Lantern, yəni yeni yaşayıl fənərli ilə qarşılaşması, onlar tərəfindən Justice League-ə keçməyə çalışması kimi məqamları görürük. Hətta Lex Luthor'un həbsdə olduğunu və Argus ilə əlaqəsinin ortaya çıxması da James Gunn'ın bütün DC işlərini bir-birinə bağlamağa çalışdığını sübut edir. Amma bir pis xəbərim də var. 3-cü sezonla bağlı rəsmi bir məlumat yoxdur. Halbuki birinci sezondan sonra ikinci sezon izlənməsi 22% artmışdır. HBO Max ilin sonuna qədər heç serialın davamı ilə bağlı heç bir açıqlama vermədi. Bir tərəf deyir ki, James Gunn bu hekayəni ikinci sezonundan tamamlandı və Peacemaker'ın gələcəkdə başqa DC layihələrində yan rol kimi görəcəyi, hətta infazcı üçün ayrıca serial gələcəyini də deyilir və Peacemaker'ın da orada yan rol kimi yer veriləcəyi güman olunur. Digər tərəfdən isə bəziləri isə deyir ki, 3-cü sezon 2026-cı ildə gələcəyini iddia edir. Amma rəsmi məlumat deyil. Adətən davam edən layihələr haqqında erkən məlumat verilir. Üstəlik də ki, ikinci sezonun finalı yarımçıq qaldı. Adebayo və infaçı yeni bir qrup yaratdı. Bax, burada xırda bir spoiler var. İstəsəniz bir 10 saniyə qabağa atın. Barışçı başqa bir boyutda məcbur şəkildə həbs edilib. Bu səbəbdən hekayə burada bitməsi real görünmür. Barışçının əsas düşməni hələ də Argus'un başındadır. Smith 2 sezon boyunca heç bir rahat nəfəs ala bildiyini görmədik. Məncə 3-cü sezon mütləq gəlməlidir. Bol tərs köşəli və qaranlıq yumoru sevənlər, həm də gülmək, həm də gözlənilməz dramatik anlar yaşamaq istəyənlər üçün əla seçimdir. Hekayəsi və fəlsəfəsi çox güclüdür. Musiqiləri isə tam bir əfsanədir. Bir çox musiqi qrupunu mən heç tanımırdım. James Gunn sayəsində də tanıdım. Həqiqətən James Gunn'ın zövqü mükəmməldir. Hər işinə duyğu qatmağı, öz üslubunu formalaşdırmağı çox yaxşı bacarır. Onun imzasını ekranda hiss olunur. Mütləqdir ki, 70-80-cı illərdə nəsə görəcəksiniz. Açıb izləsəniz nə demək istədiyimi tam anlayacaqsınız və böyük ehtimalla siz də çox sevəcəksiniz. Bu cür yaxşı işlər hər zaman gəlmir.